Dünyanın ən böyük materikində yerləşən Ağ gölü həm çimərlik turizmi, həm gəmiçilik, həm də balıqçılıq təsərrüfatı üçün yararlıdır. Şelf zonası yanacaq ehtiyatlarıyla zəngin olan bu gölün ən dərin yeri 1025 metrdir. 5 okean sahilini yuyan bu gölü bir çox xüsusiyyətlərinə görə dəniz də adlandırırlar. Sualımıza nəzər salaq, A gölünü hansı xüsusiyyətlərinə görə dəniz adlandırırlar? İki əsas xüsusiyyəti qeyd edim. Demək ki, ilk növbədə onu deyək ki, dünyanın ən böyük materikində, yəni Avrasiyada yerləşən bu göl Xəzər gölü olacaq ki, Xəzərin ən dərin yeri 1025 metrdir və 5 ölkənin sahilini yuyur və eyni zamanda buna dəniz statusu da, dəniz adı da verilir və bu hansı xüsusiyyətlərə görə ola bilər? İlk növbədə onu nəzərinizə çatdıraq ki, Xəzər vaxtilə Tets okeanı qalığı olub və o Tets okeanı qalığı olduğundan onun o suyu dəniz suyuna bənzəyir, tərkibi dəniz suyunu xatırladır və eyni zamanda da burada sahəsinin böyüklüyü də bizə bunun dəniz deməyə əsas verir. Amma bilirsiniz ki, Xəzər dünya okeanına birbaşa əlaqəsi olmadığı üçün rəsmi olaraq göldür. Amma bu dediyim xüsusiyyətləri nəzərə alsaq, biz ona dəniz adı da və şərti olaraq veririk. Demək ki, biz burada doğru bəndlər kimi nə qeyd edə bilərik? Qədim Tetis okeanının qalığı olması, okeanın qalığı olması və bizə əsas verə bilər ki, və biz buna dəniz adı verə bilək. Eyni zamanda biz bildiyimiz ki, suyunun tərkibi dəniz suyuna bənzəyir. Bunu da biz əsas kimi götürə bilərik, bənzəməsi və eyni zamanda da sahəsinin böyük olması dedik və bu böyük olması da buna dəniz adı verməyimizə bizə səbəb ola bilər.